Salam əziz müəllimlər, mən texnologiya müəllimi Aynura Allahverdiyeva. Bugün sizinlə birlikdə 5-ci sinif texnologiya dərsliyinə başlayırıq. İlk öncə hər birinizə uğurlar arzu edirəm. İnşallah ki, hər birinizin imtahandan nəticəniz ürəyiniz istəyən kimi olar. Hər birinizə uğurlar. Mövzumuza keçid etməmişdən əvvəl gəlin ilk öncə onu öyrənək ki, texnologiya fənni şagirdlərə nəyi öyrədir? Birinci buradan başlayaq. Hər bir fənnin öz vəzifəsi, öz predmeti var. Bəs texnologiya fənninin predmeti nədir? Texnologiya şagirdlərdə olan bacarıqları, yaradıcı qabiliyyətləri üzə çıxaran bir fəndir. Bu hər il müsahibədə müəllimlərə verilən suallardan biridir. Amma heç müsahibədə verilməsə belə, biz öz fənnimizin predmetini bilməyə borcluyuq. Daha sonra isə texnologiyanın məzmun xəttlərini sizin nəzərinizə çatdırmaq istəyirəm. Texnologiya fənninin 4 məzmun xətti var. Emal texnologiyaları, texnika elementləri, məişət mədəniyyəti, qrafika. İşləyən müəllimlərin hər biri öz məzmun xəttlərini əzbər bilməlidir. Çünki bəzən olur ki, məktəblərə yoxlama gəldikdə məzmun xəttləri müəllimlərdən soruşulur. Ona görə əzbər bilməliyik. Daha sonra keçək mövzumuzun digər hissəsinə. Müəllimlər, texnologiyanın biz indi sizinlə hərfi mənası haqqında öyrənəcəyik. Texnologiyanın hərfi mənası o deməkdir ki, Yunan mənşəli sözdür və texnik sənət ustalıq, logos isə öyrənmə, elm deməkdir. Bəzən olur ki, testlərdə texne yerinə texno verilir. Bu isə tamamilə yanlışdır. Deməli, texnologiyanın hərfi mənası Yunancadan, yəni Yunan sözü olub, texnik sənət ustalıq, logos isə öyrənmə, elm deməkdir. Daha bir fikri sizin nəzərinizə çatdırmaq istəyirəm. Əvvəllər köhnə 5-ci sinif kitablarında sənət ustalıq yerinə mədəniyyət bacarıq olaraq verirdi. İndi deyirsiniz ki, müəllim, testi hər ikisi verilir. Biz hansını götürək? Əlbəttə ki, yeni kitaba əsasən, yəni yeni kitab bizə nəyi deyirsə, biz də onu götürməliyik. Yəni, texnologiyanın, bir daha təkrar edək, texnologiyanın hərfi mənası Yunan sözü olub, texnik sənət ustalıq, logos isə öyrənmə, elm deməkdir. Bunu da belə izah edək. İndi isə daha sonra keçək mövzumuza. İlk mövzumuz olan insan həyatında texnologiya və məlumatların hazırlanma mərhələləri. Demək, texnologiyalar dünyası, yəni texnologiyalar aləmi iki yerə ayrılır. Təbiətin bizə bəxş etdikləri və insan tərəfindən yaradılan. Təbiətin bizə bəxş etdiklərinə aid edə bilərək günəşin işıq saçması, və yaxud quşların uçması, ildırımın çaxması, yağışın yağması, küləyin əsməsi, bu kimi halları biz təbiətin bizə bəxş etdiklərinə aid edə bilərik. İnsan tərəfindən yaradılanları isə aid edə bilərik. Binanın yaradılması, yolların salınması, otaqların işıqlandırılması və s. Bu kimi nüansları insan tərəfindən yaradılanlara aid edə bilərik. Hətta mən şagirdlərimə də belə izah edirəm. Təbiətin bizə bəxş etdiklərində insan əməyindən istifadə olunmur. Lakin insan tərəfindən yaradılanlarda mütləq insan əməyindən istifadə olunur. Bunu da belə yadımızda saxlaya bilərik. Daha sonra bayaq sizinlə texnologiyanın hərfi mənası haqqında öyrəndik. İndi isə texnologiyanın tərifi ilə tanış olaq. Texnologiya insan tərəfindən məlumat və xidmətlərin yaradılması prosesidir. Necə oldu? Demək, texnologiya insan tərəfindən məlumat və xidmətlərin yaradılması prosesidir. Burada məlumat sözünə diqqət yetirək. Çünki testlərdə çox vaxt məlumat yerinə məlumat sözü olaraq verir. Bu isə yanlışdır. Niyə görə yanlışdır? Çünki məlumat bizim hazır bir əşya, istifadə edəcəyimiz bir əşyadır. Məlumat isə
hər hansı bir şey haqqında topladığımız informasiyadır. Ona görə bura diqqət yetirmək lazımdır. Daha sonra isə insanlar öz tələbatlarını ödəmək üçün əşyaları yaradır. Bəli. Testlərdə çox zaman bunu başqa şəkildə verir. Yəni insanlar əşyaları nə üçün yaradır? Əlbəttə ki, öz tələbatlarını ödəmək üçün yaradır. Daha sonra isə müəllimlər, müasir texnologiyalar var. Nəqliyyat texnologiyaları və kommunikasiya texnologiyaları var. Bu barədə danışacağıq. Müasir texnologiyalar deyəndə nə başa düşülür? Müasir texnologiyalar odur ki, məhsulun emalı və hazırlanmasında bizə köməklik göstərən, yəni yardım edən əşyalar və yaxud da avadanlıqlar nəzərdə tutulur. Bunlara aid edə bilərik qaz plitələri, paltaroyan maşınları, kənd təsərrüfatı maşınları və yaxud yeni sənayesində istifadə olunan avadanlıqlar və s. O qədər çoxdur ki, sadəcə biz bir qisminin adını çəkə bilərik. Sonra isə zaman keçdikcə deyir, insanlar yük daşımaq və səyahət etmək üçün nəqliyyat texnologiyalarını təkmilləşdirir. Bu testlərdə bu şəkildə verilir ki, zaman keçdikcə insanlar hansı texnologiyaları təkmilləşdirir? Əlbəttə ki, nəqliyyat texnologiyaları olacaqdır. Kommunikasiya texnologiyaları bəs nədir? Kommunikasiya texnologiyalarına biz aid edə bilərik televizor, radio, internet, faks, elektropoçt, bunlara aid edə bilərik. Hətta kompüterlərin özlərinin də kommunikasiya texnologiyalarına aid edə bilərik. Düzdür, burada verilməyib, amma onlar da kommunikasiya texnologiyalarına aiddir. Bəs testlərdə nə cür verilir? Çox vaxt testlərdə deyir ki, çox sürətlə inkişaf edir. Çox sürətlə inkişaf edirsə, bilin ki, yəni burada internet var. O çox sürətlə inkişaf etməyin səbəbi odur. Yəni biz burada ona görə kommunikasiya texnologiyalarını götürməliyik. Daha sonra isə müəllimlər, bayaq texnologiyanın bir tərifi ilə tanış olduq. İndi isə texnologiyanın digər bir tərifi ilə də tanış olaq. Texnologiya maddənin, enerjinin, informasiyanın dəyişdirilməsinə, daha sonra insan tələbatlarını təmin etmək üçün proseslərin öyrənilməsinə istiqamətlənmiş insan fəaliyyəti başa düşülür. Daha sonra isə müəllimlər, demək biz hər hansı bir məmulatı və yaxud da ki, əşyanı hazırlamaq istəyirik. Hər hansı bir məmulatın hazırlamaq üçün müəyyən mərhələlərdən keçirtməliyik həmin əşyanın. Demək, istənilən bir məmulatın hazırlanması hansı mərhələlərdən keçir desə bizə, bu layihələndirmə, hazırlama və istismar olacaq. Demək, burada müəllimlər sizin ən diqqət yetirməyiniz vacibdir. Harada diqqət yetirməlisiniz? Bunları ardıcıl şəkildə yadınızda saxlamağınız daha məsləhətlidir. Çünki çox zaman testlərdə ardıcıl şəkildə istəyir. Çünki biz hər hansı bir məmulatın layihəsini qurmadan istismara verə bilmərik. Niyə? Çünki hər hansı bir məmulatı biz hazırlayırıqsa, ilk öncə onun layihəsini işləməliyik. Daha sonra layihəsinə uyğun hazırlayıb, ondan sonra isə istismara, yəni istifadəyə verməliyik. Bunu da belə yadda saxlaya bilərsiniz. Daha sonra isə onu qeyd edim ki, hər hansı bir məmulatı biz hazırlayarkən onun seçilmiş variantı üçün texniki sənədləşmə, yəni texniki layihələndirmə işləyib hazırlanır. Bundan sonra isə biz keyfiyyətli pəstahları seçirik. Demək, mənim layihəm seçdiyim material və avadanlığa uyğun olmalıdır. Pəstah nədir? Daha sonra bunu öyrənək. Pəstah hazırlanacaq detal üçün seçilmiş müəyyən ölçülü materialdır. Demək, pəstah nə oldu? Hazırlanacaq detal üçün seçilmiş müəyyən ölçülü materialdır. Onu çalışın ki, müəllimlər, pəstah anlayışını nə şagirdlərinizə öyrədə bilməsənizsə, pəstah anlayışını mütləq şagirdlərinizə öyrədə bilin. Çünki
bəzən olur ki, bu pəstah anlayışı bilməyən şagird ümumiyyətcə digər anlayışlardan xəbərdar ola bilmir. Pəstah həm eyni vaxtda pəstah parça ola bilər, taxta ola bilər, metal ola bilər, plastik kütlə ola bilər və s. Mən ən çox texnologiyada istifadə olunanların adını çəkdim. Əgər biz bir parça götürüb ondan bir don hazırlayırıqsa, bizim hazırladığımız don məmulat sayılır. Yəni biz onu artıq istifadə edirik. Məmulat dedik hazırdır, biz onu istismara veririk. Bizim pəstahımız burada parça olur. Əgər biz parçadan hər hansı bir donu hazırlayırıqsa, o məmulatdır. Parçamız isə burada pəstah sayılır. Ona görə bunu belə izah etməyimiz daha məqsədə uyğundur. Daha sonra burada deyir ki, pəstahın ölçüsü məmulatın ölçüsündən böyük olmalıdır. Bəli, bu tamamilə doğru bir fikirdir. Tutaq ki, mən 20 santimetrlik hər hansı bir qabı hazırlamaq istəyirəm və yaxud da ki, hər hansı bir part hazırlamaq istəyirəm. Onda biz bunu hazırlayarkən mənim hazırlayacaq əşyamın ölçüsü 30 santimetrdir. Mənim də pəstahımın ölçüsü 20 santimetrdir. Onda mən 20 santimetrlik pəstahdan 30 santimetrlik əşyanı necə əldə edə bilərəm? Bu yəni mümkünsüz bir şeydir. Ona görə pəstahımızın ölçüsü hazırlayacağımız detalın ölçüsündən böyük olmalıdır. Bir pəstahdan bir neçə detal alına bilər. Bəli, bu doğru bir fikirdir. Çünki bəzən testlərdə gətirib verir ki, bir pəstahdan yalnız bir detal alına bilər. Bu isə yanlış bir fikirdir. Tamamilə yanlış həm də. Çünki bir pəstahdan bir neçə detal almaq olur. Ona görə bunu da yadımızda bu cür saxlaya bilərik. Detalların məmulat halında birləşdirilməsinə daha sonra yığma deyilir. Detalların məmulat halında birləşdirilməsinə. Bəzən olur ki, müəllimlər bunu testlərdə başqa formada verəndə qarışdırır. Nə cür? Gəlin indi izah edək. Bəzən olur ki, deyir ki, məmulatın detal halında birləşdirilməsinə yığma deyilir. Biz məmulatı nətər detal halında birləşdirə bilərik? Biz bilirik ki, məmulat istifadə edəcəyimiz əşyadır. Artıq hazır bir əşyadır, istifadə etdiyimiz bir əşyadır. Böyük bir anlayışdır. Amma ki, detal isə kiçik bir anlayışdır. Yəni biz hər hansı bir əşyanın detallarını bir araya gətiririk, birləşdiririk və onu yığma halına salırıq və məmulatı əldə edirik. Ona görə detalların məmulat halında birləşdirilməsi olduqda biz onu doğru cavab olaraq götürməliyik. Daha sonra isə deyir ki, pəstahların məmulata çevrilməsi texnoloji prosesə ciddi şəkildə uyğun olmalıdır. Bəli, pəstahın məmulata çevrilməsi texnoloji proses sayılır. Hətta burada aşağıda da verilib, deyir ki, pəstahın ilk halından onun məmulat əldə edilənə qədər üzərində görülən işlərin nizamlı ardıcıllığıdır. Yəni, belə sadə dillə desək, biz ilk olaraq pəstah götürürük və pəstahın üzərində müəyyən işlər görürük. Və məmulat əldə edilənə kimi bu gördüyümüz işlərin nizamlı, ardıcıllığı texnoloji proses. Yəni, onun üzərində gördüyümüz texnoloji proses bir əməliyyat, işdir. Bunu belə izah edə bilərik. Daha sonra isə deyir ki, məmulatın hazırlanması bir neçə texnoloji əməliyyatlardan ibarətdir. Bayaq biz nə dedik? Dedik ki, hər hansı bir məmulatın hazırlanması müəyyən mərhələlərdən keçir. Layihələndirmə, hazırlama və istismar. Məmulatın demək, bu hazırlanma mərhələlərdir. Yəni, hazırlamamışdan əvvəl onu müəyyən mərhələlərdən keçir. Burada isə deyir ki, texnoloji əməliyyatlardan. Demək, məmulatın hazırlanmasında hansı texnoloji əməliyyatlardan keçirdisə, pəstahın mişarlanması, deşiklərin açılması, cilalama, rəngləmə və s. olacaqdır. Bu cür məqamlara diqqət yetirək.
Daha sonra isə sizə demək texnoloji xəritə və marşrut xəritəsi haqqında məlumat vermək istəyirəm. Texnoloji xəritə nədir? Marşrut xəritəsi nədir? Texnoloji xəritədə əməliyyatların icra ardıcıllığı ətraflı yazılır. Daha sonra pəstan qrafik təsviri verilir, alət və tərtibatlar göstərilir. Marşrut xəritəsində isə əməliyyatların yalnız icra ardıcıllığı göstərilir. İndi bunu inşallah digər mövzularımızda, digər siniflərdə daha geniş məlumat verəcəm bu haqda. Amma yenə də sadə bir dillə desək, texnoloji xəritədə bütün əməliyyatların icra ardıcıllığı ətraflı yazılır. Yəni, belə loru dildə desək, nöqtəsinə kimi qeyd olunur da. Marşrut xəritəsində isə yalnız mən o gördüyüm işlərin icra ardıcıllığı. Orada yəni ətraflı bir məlumat yoxdur. Sadəcə mən gördüyüm işlərin nizamlı ardıcıllığı, icra ardıcıllığı göstərir, onun üzərində gördüyümüz işlər göstərilir. Yəni belə bunu izah edə bilərik. Bugünlük müəllimlər bu qədər. İlk mövzumuzun izahı idi sizinlə. Bu izahı da YouTube kanalımıza yerləşdirəcəm və hər bir müəllimə açıq qoyacam. Yəni bütün digər müəllimlər də yararlana bilsin. Bugünlük bu qədər. Uğurlar hər birinizə. Sağ olun.